Salamlar, bütün təşkilat mənsubları, media mənsubları və bütün iştirakçıları salam və saygılarımızla sizdən də aparıcılıqdan dolayı minnətdarlığımızı bildiririk. Mən məsələyə biraz məsələnin fəlsəfi yönündən, yəni nədənlərinə demək, xülasələşdirib, sadələşdirib bunu bu qəzetəyə bağlayıb və ya o hərəkətə bağlayıb bir reaksiya kimi deyil, nədən bir xordad, nədən bazar ağzı, nədən filan saatda bu demək gerçəkləşdi, bu oldu. Bunun arxasında olan organizasiya sisteminə və ki əsasında indiyə kimi çox üzərində dayanılmayan, yəni bəzi səbəblərdən dolayı buna o qədər də diqqət olunmur. Əslində buna bir reaksiya idi. Yəni qəzetə bu proqramın elanından çox sonra o nəşriyə demək İran qəzetəsinin məqaləsi çıxdı. Yəni bir xordad eyləmi əslində o qəzetənin o məqalənin yazılmasından bəlkə həftələr əvvəl elan olunmuşdu və biz bunu demək bir çox milli fəallarla danışmışdıq. Mən ərz edeyim ki, o dönəmlərdə hər kəs bilir ki, o dönəmlərdə çox demək güclü formada Azərbaycan Milli Hərəkatının özünü qala hərəkatında göstərirdi. Hər il demək qalaya yürüyüş olurdu və bizim demək əlimizə bir fürsət düşdü. Yəni bir Gündəz TV-nin açılışı olması, bir irtibatın yaranması xalq arasında bu hərəkəti dağdan şəhərə çəkməyə. Mahmud bəy Qəşəngi şəhəri elədi ki, birinci dəfə idi ki, yəni bu hərəkət xiyabanlara çəkildi. Təbii ki, bütün inqilablarda elə əvvəl dağlardan, meşələrdən müqavimət başlayar, amma çəkilən şəhərlər, nəhayətdə şəhərlər həll edicidir. Və onun üçün də biz bu məsələni demək, Gündəz TV-nin varlığından, imkanlarından, o zaman Gündəz TV çox məhbub idi, çox dinlənirdi, çox qulaq asırdılar, izləyirdilər. Yəni, hər kəs demək olar ki, böyük kəsimə, hər kəsə də deməyək, böyük kəsimə yetişirdi, mesajlar yetişirdi. Biz o zaman bu mübahisəni qoyduqca hərəkəti çöldən şəhərə çəkməliyik. Yəni rejimin də xeyri nədir? Məsələn, ildə bir dəfə getsin Azərbaycan aktivistləri Bəz qalasında yığışsınlar, bir həftə çalsın, çağırsın, şənlik eləsin, məqalə oxusun, nələsin, yorulsun, gəlsin və bir il hazırlasın yenə də ora. Biz bunu sındırmalıydıq. Ona görə əlbəttə bundan əvvəl də bir neçə şəhərdə şəhər hərəkatı denəmək üçün elə deyil. O inqilab təcrübəsinə dayanaraq, yəni 57-ci ilin etirazlarını formalaşdıranlardan, orada iştirakçılardan olduğumuz üçün, ki, mən şəxsən özüm onlarda olduğuma görə o təcrübələri günə daşıyıb və günümüzün hərəkatını demək, inqilabi bir mərhələyə daşımağa və demək, xəlifəgəri bir qarşısında o zaman Qarabağ işğalını demək, ünvanlayaraq xəlifəgərinin qarşısında bir dənəmə yapdıq. Ondan sonra Azərbaycan səfirliyinə himayət çağırışı. Əlbəttə, bunların hamısını bir formada biz eləyirdik ki, yəni bir təşkilatın işi deyil. Bəyanatı hazırladıq. Məsələn, bir xordadın bəyanatını mən şəxsən özüm hazırlayıb. O zaman internet yox idi, yəni WhatsApp və ya Facebook falan, bunlar yox idilər. E-mail var idi, bir də faks var idi. Bunları göndərirdi içəridə müsbətdə olduğumuz dostlara. Hər kəs öz adına, məsələn, 40 metri fəalları, Maralan milli fəalları, Təbriz milli fəalları, Urmu milli fəalları, Sulduz milli, hər kəs öz adına, amma eyni şeyi nə edirlər, paylaşırdılar və bu çağırışa gəlirdilər millət. Bir şey də ki, öyrəndik buyurdur ki, bütün çağırışlara millət gəlir, ancaq başlamanı gözləyirlər. Başlamaq üçün bir həstə lazımdır, bir
xətt çəkən lazımdır, cibhəni sındıran, başlatan lazımdır. Ona görə də demək bu təcrübələri bu dəfə biri xordada daşıyır. Biri xordad niyə biri xordad? Biri xordad buna görə ki, bizim milli hökumətin rəhbərlərinin edam günüdür. Özellikle de Firidun İbrahim'in edam günüdür. Niye? Bazar ağzında edamların çoxu orada olmuştu. Demək, ona görə o tarixi günləri hesablayaraq bir xordadır demək, məsləhətləşdik bütün dostlarla qabullanandan sonra bu dəfə bunun əcəba milli hərəkətin tərəfindən də adlım nüfuzlu şəxslərin rızayətini almaq üçün danışdıq. Bir çoxları razılıq verdi. Bəziləri qorxudan, yəni ki, vəziyyət tabii anlaşılır da, rejim tutar, məsuliyyətə cəlb elər filan, mövqe bildirmədilər. Müvafiq ya müxalif heç bir şey bildirmədilər. Dinlədilər, deyərik deyə cavab vermədilər. 2 nəfər müxalif idi. Müxalifətlərinin dəyişik səbəbləri var idi. Birinin səbəbi buydu ki, bizi ittiham elədi avanturizmə və ki, siz maceracılığınızla bizim burada eylemler geçiririk, programlar geçiririk falan edir. Buna mani olacaqsınız. Rejim tutacaqdı, vuracaqdı, şiddətlənəcəkdi falan. Biri də tamamilə fərqli bir bəhanə ya səbəb sunaraq ki, qorxuram dedi ki, millətimiz hazır deyil. Təcavüzata çağıraq, çıxalaq yanında farsça şüar verərlər, beraber olun. Ki bunların heç birisi olmadı. Yəni ki, o farsça şüarzat verilmədi. O da o məsələnin mahiyyətini, yəni milli hərəkətin nüfuzunu yaxşı analiz eləməməkdən gəlirlər. Qalan, demək, biz bu məsələnin üzərində eyni bəyanatları içəridən, dəyişik qollardan bir xordadın üzərində yayıldı. Və hədəfimiz 500 ilə 3000 nəfər arasındaydı. Yəni bunlar olur. Bunda hələ İran qəzeti o məqaləsi çıxmırdı. Bunu diqqətə alın. O məqalənin çıxması ümumiyyətlə bunun gedişini dəyişdirdi, seyrini dəyişdirdi. Elə bir vəziyyətə saldı ki, bizdə kontroldan çıxdı. Yəni rəhbəriyyət olunmazdı. Bizim ona hazırlığımız yox idi, imkanımız yox idi. Hərəkətin ona imkanı yox idi. Ona görə onu sonra işarə edəcəm. Və bəyanatlar içəridə başlanandan sonra, təxminən bir həftə yayılandan sonra bunu istədik Günas TV-dən elan edək. O dönemdə Əhmədovalı müxalifət elədi. Ki, Günasdan elan eləməsinə müxalifət elədi. Dedi ki, birdən gəlməzlər, etiraz olmaz, televizyon biabır olar, bir etibar olar, filan olar. Çox mən israr elədim ki, möhkəm səbəblər var. Ən azından 500 nəfər. Çünki biz danışmışdıq, məsələ Urmuda aktivistlərlə otobusla gələcəkdilər. Suldusdan, Xoydan, Maçıdan, Mərəddən, Həşpərdən, Marağadan, Əhərdən. Hər yerdə daşınacaq. Yəni tanıdığımız, irtibatda olduğumuz Günas TV-nin aracılığı ilə bağlantı qurduğumuz, həstələr təşkil edədiyimiz şəxslərin, qrupların hamısının o gün oraya gəlməsini, yəni əmin 500 nəfərin gələcəyini bilirdik. Və 30 saniyəniz qalıb. Bəli. 30 saniyəniz qalıb, mümkün olsa yekunləşdir. Tamam. Və nəhayətdə Əhmədovalı müxalifət elədi. Qoymadı. Amma bir işi çıxdı, Avropaya getdi. Ona mən fürsətdən istifadə edərək Günas TV-dən Hüseyn Abdullahın aracılığı ilə elan elədi. Və təbii ki, o gün gələnə qədər daha hər gün bu bəyanatları biz oradan oxuyduq. Bu Təbriz Maralan, bu Təbriz 40 metrdir, bu Urmiyadır və s. Və oldu, o gün gəldi. Əlbəttə ondan əvvəl, yəni bir həftə qalan İran qəzeti çıxdı. İran qəzetində 6 gün ondan əvvəl çıxdı. Amma yenə də düz etirazlar oldu danışqahlarda, üniversitelərdə, bəzi şəhərlərdə, hətta da etirazlar burada, orada oldu. Amma əsas etiraz qaldı ki, yenə də həmən o planlanmış bir xordada həmən bazar ağzına və həmən saat 4:30-da. 4:30-da o həstələrin ki, bu iş tapşırılmışdı, şüarı versinlər
Yaşasın Azərbaycan şüarı ilə bu etiraz başladı ve tabii ki çok büyük bir itiraza sebep oldu. Bizim planımız yarım saatlik bir itiraz idi. Bu sürdü gecenin yarılarına kadar. Bankları yandırdılar, dövlətə saldırdılar və başqa şəhərlərə bir həftə sürdü. Kontroldan, yəni kimsənin idarə edə bilməyəcəyi, təsəvvür eləməyəcəyi dərəcədə böyük bir etiraza çevrildi. Əlbəttə, zaman qısıtlığından mən bunun detallarını bundan artıq maalesef imkan olmadığına görə başqa bir fürsətdə bunları dokument edib. Hətta onun ardından demək AMİP, Azərbaycan Milli İstiqlal Partiyası Bakıda bir konferans təşkil elədi, Güney Konqresi və orada bu məsələləri gündəmə gətirdik və bəzi sənədləri də o e-maillər ki olunmuşdu, o arşiv onlara AMİP-in mərkəzinə təqdim elədim. Bəlkə onların arşivində var, başqa orada mətbuata da təqdim elədim. Arşivlərə müraciət olunsa bunun tarifi canlandırmaq, orada əmək verən şəxslər, təşkilatlar, insanlar hamısına dəyərini bilməyimiz və eyni zamanda o gün üçün xəsarət alan, şəhid olan, yaralanan əzizlərimizin hamısını saygı ilə sunuruq. Çox təşəkkür edirəm.